Haralısan? Yeraz, Yerazın arası mı? Masis, Siz haradır? Yeraz. Bilmirəm axı, mən Masis görmüşəm. Mənim 30, yox, 30 il bundan. Ay, Ermənistan'da Yeraz haradır? Qərb Azərbaycan. Yəni Azərbaycan. Elə bir günə ki, yəni Yerevandan gəlmisiniz də, hə? Bəli, böyüklərim oradan gəliblər. Mən görməmişəm, mənim yaşım çatmır. Elə bir günə ki, o vaxtı müharibə dövrü olmayanda, elə bir günə ki, yəni Azərbaycan, siz Azərbaycanlılar orada yaşamısınız, müharibədən olub qayıdıb gəlmisiniz bura. Doğrudur, doğrudur. Bunlara indi, yəni Azərbaycan, məsələn Gürcüstanda Azərbaycanlılar var, elə bir günə ki, onlar Gürcüstan Azərbaycanlısıdır. İndi siz elə bir günə ki, Yerevan Azərbaycanlısınız. Doğrudur, doğrudur. Eynən Gürcüstanlılar kimi. Əməli təsdiqləyə bilməmişəm, çünki bilmirdim Yeraz kimlərdir, indi təsdiqlədim. Doğrudur. Sonra elə bir günə ki, amma ana-atan elə bir günə ki, oralardandır da. Orada doğulublar, burada Azərbaycan doğulub, orada yaşayıblar. Biz də orada doğulur. Orada doğulublar. Vayne biletində Ermənistan vətəndaşı yazılır. Tam dəqiq bilmirəm ki, mən 10 ildə atamı görmürəm. İndi ananın şəxsiyyət vəsiqəsində nə yazılır? Armeniya. Onda Salyan rayonu yazılır. Salyanlı olub. İndi atan ama Armeniya. Atan orada doğulub. Bir məlumatım yoxdur atamı, yəni uşaq vaxtı. Ananın da Azərbaycanlı olub, oraya ərək edib. Yox, onlar oradan köçüblər. Qaskın kimi köçüblər də, elə bir Salyana köçüblər. Mamam da Yeraz olub əslində. Prosta amma sonra evləniblər. Belə. Biz bu məlumatları niyə danışırıq? Yox, mən niyə bilməliyik? İndi hər şey insan yox, hər şey bilməliyik biz. Bəli, qəribə Azərbaycan. Mən xoşlayıram hər şeyi bilməyi. Mən araşdırıcı bir insanam. Sən də məni araşdıra bilərsən. Mən xoşlayıram araşdırmayı. Tanıyıram əslində. Yəni araşdırmağa ehtiyac yox. Uşaqlar siz də fikrinizi yazın da. İndi mən də biraz qarma qarışıqlığa düşdüm. İndi orada doğulub, orada yaşayıb, orada məsəl üçün yazırlar şeydir, məsəl üçün bizə vəsiqəmizə yazılır Azərbaycan, onlara Ermənistan yazılır, yoxsa nə yazılır bura? Yox, məncə sonradan burada təzə pasport düzəldəndə dəyişirlər axı bildiyim qədərilə. Yox, doğum yeri fərqlidir axı amma. Bilmirəm, vallahi yadımda deyil. Yəni 10 il bundan qabaq boşanıblar, uşaq idim, heç yadıma gəlmir. Yox da mümkündür də kimsə vəsiqəsinə Yeraz yazsın. Yəni ki, onların vəsiqəsinə məsələn orada doğulub, orada böyüyüb, orada böyüyüb, sonra Azərbaycana gəliblərsə qaşqın kimi, yəni ki, orada Yerevan yazıla bilər, Armeniya yazıla bilər. Yəni mümkün deyil də orada yəni yazılsın ki, məsəl üçün nə bilim, Yeraz, o düzgün deyil axı. Ola bilər. Amma şəxsiyyət vəsiqəsinə o yazılmağı məncə mümkün deyil. Ya məsələn hansısa bir erməni də Azərbaycanda doğulursa, Azərbaycan yazılır da. Hə, harda doğulursa, əməliyyatda doğulursan yazılır ki, şeydə köydə doğulur. Hər şey. Niyə düşük şeylər yazırsınız burada? Uşaqlar, danış söhbət edirik də, bəs şeyimizi, dünya görüşümüzü artırırıq, beynimizi təzəliyirik, bilmədiyim şeylər bilirik. Mən bilmirdim, həmişə bilmək istəmişəm ki, Yeraz, yəni kimlər sayılır, kimlərə deyilir, yəni bunların vəsiqələrinə nə yazılır. Belə mən bunları bilmək, mənim borcumdur, mən bunu bilməliyəm. Yəqin ki, Ermənistan yazılır. Yox, burada çatdan soruşdum, bir çoxu yazdı Ermənistan, bir çoxu yazdı Yeraz, bir çoxu yazdı Yerevan, hər bir söz yazdı, bilmədim. Yerazlara salam olsun bu arada. Ekranlarımızı tıklayar zəhmət olmasa. Neyse, nə qədər Azərbaycanlı insan varsa, qanında Azərbaycan qanı axan Azərbaycanlılar hamısına qurban olur. Təbii ki. İndi mənə görün, sən canında nə qədər adam var? 200-ə yaxın, 170-180 dəyişir. Bax, mən yemək hazırlamışdım, yemək yeməyə hazırlaşırdım. İndi mənim adım Nərgiz xaladır, sən özün bilirsən yəqin bunu. Nərgiz xala. Bəli, mən cinsiyyət dəyişdirmə əməliyyatı olub, kişi olmuşam. Amma belə vəsiqədə adım Nərgiz xala yazılıb. O vaxtı getdim Türkiyədə zaten bir Hong Kong, Çin Kong, Yang Yuan bir Çinli həkim var idi, profesör. O məni dəyişdi, elədi kişi. Yang Yuan, adı Yang Yuan idi, Yang Yuan. Tanıyırsan Yang Yuan? Yang Yuan. Yang Yuan. Soyadı nədir? Yang Yuan. İndi. Okay. İndi səndən bir dənə fikir eləyəcəm. Əgər səni utsam. Mən səndə bir sən hansı tip gör.